Değerli ve əziz, odlu, alovlu qoç bürcləri, hər birinizi salamlayıram. Bu ayda bizdə retroaktiv bir ay olacaq. Videoları bəyənib like etməyi unutmursunuz, paylaşımlar etməyi, bu başqaları da yararlansın və hər bir qoç bu videomu izlədikdən sonra siz də özünüz aldım, qəbul etdim yazın. Çalışın hər zaman videoların altına bunu yazın. Və böyük hərflərlə yazın. Qoç. Ya qoçam, mən də qoçam. Ya qoç yazın, öz doğum tarixinizi yazın. Mən sevə-sevə dinləyirəm sizin mesajları oxuyuram, dəyərli izləyicilər. Qoçlar üçün çox maraqlı bir ay keçəcək. Baxmayaraq ki, bu retroaktiv aydır. Bəli, ayın 9-una qədər, noyabr ayının, yəni 11-ci ayın 9-una qədər yarımçıq qalan nə işlərimiz varsa, öndə olan ən vacibi. Məsələn ki, hansısa rituallar etmisinizsə, o yarımçıq qalıbsa, onu bitirməlisiniz 9-una qədər. 9-una qədər bitirə bilmirsinizsə, noyabrın 9-una qədər, o zaman saxlayacaqsınız, dekabrın 1-dən başlayacaqsınız. Və yaxud elə insan var ki, diş həkiminə gedir, stomatoloji. Bu dişləri düzəltdirib yarı bir hissəsi qalıb. Çalışın 9-una qədər düzəltdirin. 9-dan sonra böyük bir zamanı vaxtı qalıbsa, siz artıq dekabrın 1-dən davam edə bilərsiniz. Əgər gözləyə bilirsə ağız, çənə boşluğu. Yox, əgər ki, indi öz həkiminizlə məsləhətləşməlisiniz. Amma dekabrın 1-dən yerdə qalan eləsiniz daha yaxşı olar. Çünki bunu nə üçün deyirəm? Hər bir bürcə aiddir, təkcə qoçlara yox. Yəni ayın 9-undan sonra biz heç bir əməliyyatlardır, stomatoloji, ay prosedurlar, ay kosmetoloji prosedurlar, bunları çalışın etməyin. Çünki razı qalmayacaqsınız, narazı qalacaqsınız. Hətta ola bilər sizin həkiminiz çox gözəldir, yaxşı əl işləri var. İlla ki, nəsə olar. Mən xatırlayıram. Bax, belə vəziyyətlərdə çox adam deyib, mən xatırlayıram ki, hər şey super idi. Bir dənə sonuncu işdə büdrəmə oldu və yenidən bunlar dekabra qaldı və yaxud da ki, o bir aylara qaldı. İndi məsələn bu dekabr ayıdsa və yaxud mart ayına düşübsə, gələn aprel ayına qalıb. Ona görə bunlara diqqət yetirməlisiniz. Adam var tələsir, bir də şey yoxdur, mən o qədər inanmıram və yaxud heç nə olan deyil, gedim eləyim, amma olur. Yəni bunlara diqqət yetirmək lazımdır. Pul qazanc çıxır qoçlar üçün. Qoçlar üçün gözlənilməz xəbərlər çıxacaq. Yəni mən bunları söyləyəcəm indi tarixlə. Ayın 1-dən 5-nə qədər. Ola bilər sizə anidən hansısa ölkəyə səfər etmək görünər, hansısa ölkəyə səfərə çıxmaq görünər. Kimsə məsələn sizə bilet alar, kimsə sizi dəvət edər və yaxud işlərinizlə əlaqədar anidən getməli olarsınız və yaxud oğlunuzu, qızınızı, həyat yoldaşınızı ötürməli olarsınız, harasa özünüzlə gedib qayıda bilərsiniz. Ümumiyyətcə 5-dən 7-sinə qədər. Burada belədir ki, ayın 8-i dolu aydır, dolu ay. 5-i, 7-si, 8-i ərəfələri. Ola bilər kimsə sizi qəzəbləndirər, bunlara siz bir o qədər fikir verməməlisiniz. Çox dərinə getməməlisiniz, çünki bunun axırı savaşla bitər və bu savaşla bitərsə, məsələn, məhkəməlik və yaxud artıq böyük savaşa çevrilərsə, uzun illər bu davam edər. Ona görə o qədər də bu məsələlərə həssasla yanaşmalısınız ki, çox uzanmasın bu söhbətlər. Və ümumiyyətcə sizlər üçün uzaq ölkədə yaşamaq çıxır siz qoçlara, müvəqqəti də olsa. Yenə də söyləyirəm, anidən ola bilər bir zəng gələr və siz köçünüzü yığıb gedərsiniz və yaxud bir neçə aylıq, bir neçə günlük. Xarici ölkələrdə, xarici torpaqlarda iş, xarici torpaqlarda yaşamaq çıxır çox qoçlara. Ən əsas da mart qoçlarına çıxır. Harasa getmək, uzaq məsafəyə getmək. Ondan sonra bəzi qoçlar üçün yenidən qurma işləri çıxacaq. Ola bilər evdə əşyaların yerini dəyişsinlər və yaxud da ki, ümumiyyətcə evini dəyişsinlər. Evini, məsəl üçün bu evi dəyişirəm, digər evimə köçürəm. Və yaxud hansısa maşın, avtomobil varsa, mən avtomobili dəyişirəm deyəcəksiniz. Ayın 5-i Marsdır. Mars da nədir? Tez hərəkət etmək, tez, cəld və enerji, bol enerjidir. Marsdakı qoçlar üçün çox superdir, özləri bilirlər qoçlar. Ayın 7 noyabrda, ayın 7-si Veneradır, 7 noyabrda. Bu da gözəllikdir, bu da sağlamlıqdır, sağlıqdır. Keçən ayda bəzi qoçlara narazıçılıq çıxırdı. Bəzi qoçlarda ola bilərdi, mədə problemi olsun. Mən özüm də yaşadım mədə problemini. Mən elə özüm oxumuşdum öz bürcümü, məsəl üçün. Bəzilərində ola bilərdi böyrək problemi və yaxud gözündə problemi. Söhbətlər ola bilər, xırda, ikincisi anlaşılmaması da ola bilər. Ola bilər ki, məsələn, nəsə deyirsiniz, onu siz dediyiniz formada anlaya bilməzsiniz. Məsəl üçün deyirsiniz ki, birinə çox kilo olursan, biraz zəifləmək lazımdır. Biraz gəl salat yeyim, məsəl üçün, gəl biraz idmana gedək filan. O onu tərs anlayar və sizi acılayar və sizlə danışmaz hətta. Qazanc pul olacaq. Ümumiyyətcə, qoçlar üçün ayın 5-i də, 7-si də, 8-i də, 9-u da. 9-u noyabrda Urandır. Uran pribıl, məbləğ getirir. Uran kömək, dəstəkdir. Özünüzə yeni əşyalar alarsınız, yeni kosmetoloji əşyalar, kremlər, bilməm, kosmetik əşyalar. Elə oğlanlar var ki, ola bilər özləri üçün yeni kostyumlar alsın, qoçlar, yeni geyimlər istəyir, qadın istəyir, kişi fərqi yoxdur. Sevgi, yeni məhəbbət, ola bilər kimsə sizə yeni sevgi etiraf edər. Sizi sevdiyini, uzun zamanda sizi izləyirmiş, amma söyləyə bilmirmiş və yaxud maraqlanırmış. Sizdə bir güvən yaranar.
bir inan ve güven. Ya inandığınız adamlar güvendiğiniz, ya uzun zamandır bunu tanıyırsınız, ya bir müddet tanıyırsınız ama inanmırdınız, bu size teklif eder ve bu sizin ürəyinizcə olacaq. Ola bilər ki, kiminləsə tanış olarsınız. Aha, bu mənim tanıdığım patokdandır və yaxud tanıdığım iş yerindən çıxdı və yaxud tanıdığım adamın qohumu çıxıb, belə bir vəziyyət olar. Yəni 6 ay müddətinə qədər ümumiyyətcə burada Uran sürprizlərlə dolu olacaq sizin üçün və çox səmərəli istifadə edəcəksiniz. Hər ay öz sürprizini göstərəcək, hər ay öz yeniliklərini göstərəcək. Yeni işlər olsun, yeni qazanclar, yeni səmərəli işlər olar sizə, yeni təkliflər ola bilər, şərikiniz olacaq, yeni işə başlayacaqsınız və sizin üçün bu düşərli olsun deyə siz məhz 12-ci ayda başlayacaqsınız. Nəyi bacarırsınızsa edin. 9-undan sonra fasilə verin özünüz üçün. Ondan sonra artıq dekabrın 1-dən starta başlaya bilərsiniz. Çünki nələrisə başlayarsınızsa ayın 9-undan sonra hər şey boşa çıxır. Bəzi qoçlar var hansı ki, narkotik vasitələr istifadə edib əvvəllər və yaxud alkol çox istifadə edib və yaxud da ki, noyabrın 13-dən 27-sinə qədər təhlükə vaxtıdır. Ola bilər kök adamlar şirniyə çox meyilli olubsa daha çox meyilli olarlar və yaxud da ki, ola bilsin ki, narkotik vasitələr istifadə edən adamlar yenidən köhnə çevrəsindən kimisə görər və yaxud yenidən başlayar. Hər bir dəfə də adına baxım, bir dəfə nə edeyim, bir dəfə filan şey edeyim. Və yaxud içki içən adam, bir dəfə içməyinə, bir qədər içməyinə heç bir şey olmaz. Əvvəl içirdim, indi saxlamışdım, indi yenə başlayayım biraz. Yəni özlərinə təki kiçik bir hissədən başlayayım, amma bunun sonu faciə ilə bitə bilər. Bunlara çox diqqət yetirməlisiniz. Dediyim kimi ayın sonuna qədər səfərlər çıxır. Harasa səfər edə bilərsiniz. Anidən ola bilər. Ya sizə kimsə dəvət edər toya və yaxud sizi kimsə dəvət edər bir açılışa, yəni uzaq bir səfərə çıxarsınız. Bəzi qoçlara hamiləlik xəbəri çıxır. Ayın 15-i, 17-si, 21-i ərəfələri hamiləlik xəbəri ola bilər ki, bu sizin üçün böyük sevincli xəbər ola bilər. Kimisi üçün çox böyük gözlənilməz bir hadisə kimi olar. 21-i, 20-sindən 21-nə yeni aydır. Yeni ayda bilirsiniz, hər yeni ayda 20-si, 21-i, yəni əsasda 21-i çalışın, fərqi yoxdur hansı bürc olur olsun. Bir çörək də olsa evə alın, bir düyü də olsa evə alın. Yəni risk rozu, onun ardı gələr. Kimisi ola bilər ki, o ərəfədə qızıl hədiyyə özünə alsın, məsəl üçün özünə ətir alsın, hədiyyə alsın və ona hədiyyə etsinlər. Çalışın ayın 21-i həmişə özünüzə yeni bir əşya, yeni bir dəyərli, çox dəyərli olmasa da, məsələn çox bahalı bir şey olmasın, amma məsəl üçün gözəl bir şey, yaxşı bir hədiyyə alın. Mən məsəl üçün şəxsən mən özüm də qoçam. Mən şəxsən heç vaxt ayın 21 tarixində ət toyuq almıram, ət məhsulları almıram evə. Süd, qatıq, tvaroq alaram, çörək düzdür yemirəm, makaron da yemirəm, bu şeyləri almıram. Düyü ala bilərəm evə və yaxud da ki, evdəkilər üçün nəsə, indi özləri üçün seçərlərsə, seçim edərlərsə özlərinə, amma ət, toyuq məhsulu alınmır, kalbasa da alınmır, ancaq balıq almaq olar. Balıq həm pul gətirəndir. Mən demirəm, ay boyu işləməyin, bir dəfə gedin borca balıq alın, oturun, pul gələcək. Elə bir şey olmur. Amma yəni bu balıq düşümlü olur. Balıq ruzu riskdir. 28 noyabrda Saturndur. Saturn da sizə bol uğur gətirəcək. Burada əsas odur ki, köhnə əşyalardan azad olmalısınız. Çox köhnə geyimdirsə bunu atın artıq 3 ildir, 5 ildir geyinirəm. Və yaxud bu xalamın idi mənə vermişdi, hədiyyə etmişdi, laf mənə versin, məsəl üçün. Və yaxud bu əşyanı mənə anam alıb, mən uzun zamanda istifadə elədim, hələ də saxlayıram, belə etməyin. Köhnə əşyaları atın, yeniləri gəlsin. Ümumiyyətcə fərqi yoxdur, nə olursa olsun. Köhnə və yaxud sınıq və yaxud çatdaq nəsə varsa onları atmaq lazımdır. Demirəm kiməsə verin, öz ağırlığınızı kiməsə ötürün, yox. Zaten yenisi gələcək. Köhnə rəfiqdən, rəfiqədən, köhnə bir qohum, itirib axtarmayan bir qohum kimsə və yaxud özü itirib axtarmayıb, o qohumdan xəbər ola bilər, görüş ola bilər və yaxud ola bilər köhnə müəlliminizi görərsiniz, ya sinif yoldaşınızı hansı ki uzun illər görməmisiniz. Saturn qoçlar üçün 15 fevraldan ümumiyyətcə uzun illər boyu olacaq. Uzun illər boyu olacaq qoçun himayəsində. Axırıncı dəfə, sonuncu səfər 30 il bundan öncə olub Saturn qoçda və bu da nədir? Yeni başlanğıc kimi ana olub o ərəfələr. Mən də xatırlayıram, mən də o zamanlar yeni övladım dünyaya gəlmişdi. Yeni qrafik, yeni məsəl üçün yeni həyat idi, yeni bir maraqlı bir mənim üçün dövr başlamışdı. Artıq hər şey hazıram, hazırlıqlı oldum və yenə də 15 fevralda qoçlar üçün Saturn onlara göstərəcək. Sən artıq hazırsan, hər şey edə bilərsən və yaxud sən bunun ötəsindən gələ bilərsən kimi. Yenə də 30 il bundan öncəki kimi həyatımıza gələcək. Dəyərli qoçlar, videonu bəyənirsinizsə like etməyi unutmursunuz. Mən sizə bol şans, uğurlar arzu edirəm. Əsas söylədiyim hər birinizə bol uğurlar. Görüşənədək.